Salam uşaqlar. Bugün biz Jules Verne və onun əsərləri, eyni zamanda orfoqrafiya mövzuları daxilində tapşırıqları yerinə yetirəcəyik. Elə isə gəlin B tapşırığına diqqət edək. Jules Verne haqqında mətni dinləyin. Dinlədiyiniz məlumatlara və cədvələ əsasən yazıçının ideyaları və ixtiralar haqqında danışın. Uşaqlar, əvvəlcə mən sizə bir dinləmə mətni səsləndirəcəyəm. Tövsiyə edirəm ki, mətni dinləyərkən öz qeydlərinizi götürün, çünki sualları cavablandırarkən, haqqında danışarkən bu qeydlər sizə lazım olacaq. Elə isə gəlin başlayaq. Jules Verne'in yaradıcılığı. Dünyada texnikanın inkişafında, məişətdə hansısa öncəgörmə meydana çıxanda fantastik yazıçılar yada düşür. Onların bir çoxlarının fərziyyələri zamanla elmi reallığa çevrilib. Belə yazıçılardan biri də Jules Verne olmuşdur. Bəs o öz əsərlərində hansı icadların proqnozlarını vermişdir? Jules Verne'in bir çox əsərləri maraqlı texnoloji ideyalarla zəngindir. Yazıcı əsərlərində zamanında mövcud olmayan, bəşəriyyəti heyran qoya biləcək bir çox qurğuları təsvir etmişdir. Dahi yazıcının belə əsərlərindən biri Paris 20-ci əsrdə romanıdır. 1863-cü ildə qələmə aldığı bu əsər yazıldıqdan 130 il sonra nəşr olunmuşdur. Bunun səbəbi isə yazıçının əsərdə təsvir etdiyi yeni icadların naşir tərəfindən qəbul edilməməsi idi. Belə ki, hələ avtomobilin ixtira olunmadığı, göydələnlərin ucalmadığı bir dövrdə Jules Verne Paris küçələrini göydələnlər və özü yeriyən sürətli arabalarla bəzəmişdi. Texniki yeniliklərlə zəngin olan əsərlərindən biri də Aya səyahət romanıdır. 1865-ci ildə yazılan bu əsərdə yazıcı öz qəhrəmanını yerdən aya göndərmək üçün nəhəng toplardan istifadə etmişdir. Topdan atılan mərmi kosmik gəmini əvəz edirdi. O öz kosmik uçuş cihazını alüminiumdan hazırlamışdı. Halbuki insanlar real həyatda hələ bu metaldan istifadə etmirdilər. Aya ilk insan uçuşu isə əsərin yazılmasından 104 il sonra reallaşmışdı. Növbəti əsər isə Fatih Robur olmuşdur. 1886-cı ildə yazılan əsərin qəhrəmanı elm adamı idi. Bu əsər öz qəhrəmanının adını daşıyır. Bu çılğın ixtiraçı Albatros adlı pərvanəli hava gəmisi yaradır. Roburun bu ixtirasından illər sonra yazıçının ideyası Rus mühəndis Igor Skorski tərəfindən gerçəkləşdirilir və ilk helikopter ixtira edilir. Göründüyü kimi Jules Verne əsərlərində təsvir etdiyi texnoloji ideyalarla bir çox elm adamlarına ilham vermişdir. Avtomobil, helikopter, təyyarə, raket, kosmosa uçuş kimi yeniliklər onun təxəyyülünün bəhrəsi olmuşdur. İndi isə gəlin cədvəli nəzərdən keçirək. Uşaqlar, cədvəlin birinci sütununda Jules Verne'in əsərlərində əks olunan texnoloji ideyalar göstərilmişdir. İkinci sütunda isə ixtiralar qeyd olunmuşdur. 1863-cü il Paris 20-ci əsrdə əsəri. Öz-özünə hərəkət edən sürətli arabalar. İxtira isə 1885-ci il Karl Benz, benzinlə işləyən avtomobil. İkinci, 1865-ci il Aya səyahət əsəri. Aya səyahət edən insan. İxtira isə 1969-cu il Neil Armstrong, Aya səyahət edən ilk insan oldu. 1886-cı il Fatih Robur əsəri, hava gəmisi haqqında ideya idi. 1939-cu il Igor Sikorsky, ilk helikopter ixtirası olmuşdur. Uşaqlar, indi isə orfoqrafiya mövzusuna dair tapşırıqları yerinə yetirəcəyik. Gəlin ilk tapşırığımıza baxaq. Verilmiş izahlara uyğun sözlər yazın. Birinci, incə saitlərin ahəngi olan 5 söz. Uşaqlar, nümunə üçün hər birinə aid 3 söz təqdim edəcəyəm. Digər 2 sözü isə özünüz düşünüb yazarsınız. Gəlin baxaq. Şəkil Ə, İ, hər ikisi incə saitdir. Kəpənək Ə incə saitdir. Təhsil sözündə də Ə, İ, hər ikisi incə saitdir. Deməli, bu sözlərin üçündə də incə saitlərin ahəngi gözlənilmişdir. İkinci, qalın saitlərin ahəngi olan 5 söz. Diqqət edək.
torpaq, o, a, qorxu, o və u saiti, ulduz, u saiti qalın saitdir. Hər üç sözdə qalın saitlərin ahəngi gözlənilmişdir. Üçüncü, ahəng qanununa tabe olmayan 5 söz. Diqqət edək. Məlumat. Gördüyümüz kimi burada həm incə, həm qalın sait var. Deməli, ahəng qanununa tabe olmayan sözdür. İnsan və işıq sözləri də eyni həm incə, həm qalın saitlər verilmişdir. B tapşırığına diqqət edək. Sözləri sətirdən sətrə keçirilə bilən hissələrə ayırın. Birinci söz ağac dələn. Uşaqlar, bildiyimiz kimi ağac dələn sözü a, ağac, də, lən hecalarına ayrılır. Lakin biz qaydada bilirik ki, tək hərfi sətrin sonunda və yaxud sətrin əvvəlində saxlamaq olmaz. Beləliklə, biz a, ağac dələn yaza bilmərik. Bu səbəbdən ağac dələn şəklində olacaqdır. Növbəti variant ağac dələn şəklində olacaqdır. Ənənə sözü yenə eyni qayda ilə ə saitini sətrin sonunda və yaxud əvvəlində saxlamaq olmaz qaydasına uyğun olaraq nə şəklində olacaqdır. Maniyə sözü, diqqətlə baxaq, ma, niyə, işarə sözü, işarə, ailə sözü, ailə kimi olacaqdır. C tapşırığına diqqət edək. Buraxılmış hərfləri əlavə etməklə sözləri köçürün. Uşaqlar, burada gördüyümüz kimi sözlərin bir hərfi yazılmamışdır. Gəlin, ilk sırada olan sözlərə diqqət edək. Birinci, bəli, bıçaq olacaq, B hərfi. İkinci, ulduz, Z hərfi. Üçüncü, mübahisə, Ü saiti. Növbəti, lövhə və nəqarat, Ə saiti olacaqdır. Uşaqlar, qaydaya müvafiq olaraq digər sözləri yazmağı sizə həvalə edirəm. Gəlin D tapşırığına baxaq. Hansı sözlərə saitlə başlanan şəkilçi artırdıqda G, G, K, Y əvəzlənməsi baş vermir? Həmin sözləri cümlədə işlədib yazın. Gəlin ilk sözə diqqət edək. Burada qoruq sözüdür. Qoruq sözünə saitlə başlanan şəkilçi artıraq un şəkilçisi və nəticədə G, G əvəzlənməsi baş verəcək. Qoruğun. Növbəti söz iştirak sözü. In şəkilçisi əlavə edirik və burada əvəzlənmə baş verməyəcək. K olduğu kimi qalır. İştirakın. Ona görə də həmin sözü biz cümlədə işlədirik. Gəlin nümunəyə baxaq. Bu tədbirdə iştirakın sənə böyük təcrübə qazandıracaq. Uşaqlar, eyni qayda ilə digər sözləri yazmağı sizə həvalə edirəm. E tapşırığı. Verilmiş cümlələrdə səhv yazılmış sözlərin düzgün yazılışını müəyyən edin. Birinci, uşaqlar çəmənlikdə oyun oynayırdılar. Burada yanlış yazılan söz, bəli uşaqlar çəmənlikdə olacaq. Tələffüzdə deyildiyi kimi yazılmışdı. Düzgün yazılışını gəlin müəyyən edək. Uşaqlar çəmənlikdə oyun oynayırdılar. İkinci, balaca Tofiq bankadan soxulcanları suyu götürüb suya atdı. Beləliklə, soxulcanları burada yanlış sözdür. Balaca Tofiq bankadan soxulcanları suyu götürüb suya atdı. Üçüncü, sıx meşələr rütubətli olur. Uşaqlar, yanlış yazılan sözü gəlin müəyyən edək. Rütubətli. Bəli, burada olacaq. Sıx meşələr rütubətli olur. Digər cümlədə olan səhvləri tapıb düzəltməyi isə sizə həvalə edirəm. Beləliklə, bugünkü dərsimiz bu qədər. Sağ olun, növbəti dərslərdə görüşərik.